Abşeron rayonunun Mehdiyabad qəsəbəsi Sür küçəsində mindən çox ailə şikayət edir ki, onların istifadə etdiyi küçə bərbad vəziyyətdədir. Buna səbəb isə kanalizasiya və qurun sularının məhz küçəyə axmasıdır. Özünüz də görüntüdən şahidi olursunuz ki, küçə keçilməz vəziyyətdədir və sakinlər bu yoldan çox çətinliklə keçib gedib istifadə edirlər. Hazırda isə ərazi keçilməz vəziyyətdədir və sakinlər çarəsiz vəziyyətdə qalıblar. Elə zulüm olmaz, bize çare göndermişsin. Öyle şey olmaz. Kanalizasiya yox, göl daşır gəlir, ev eşi götürür, hamı gedib, 2-3 nəfər adam qalıb burada. Evlərin hamı tərk edib gedib. Nə kanalizasiya var, kanalizasiya da o andan bəri daşır, cəmaatın ki, bax, biz bu gündə bu rüzgarda yox. Evin içini görsün, məhəttəl qalarsan, hamısı batdıq gözün. Bir damcı yağış yağan kimi batır evlər suyun içində. Bizim kimə deyək dərdimizi? Dərdimizi kimə deyək, indi siz gəlmişsiniz, Allah köməyiniz olsun. Çağırın. Heç nə kanalizasiya var, nə yol var, nə iriz var. Kimə də şikayət edirik, biz şikayətimizdən nəzərə alan yoxdur. Bizim problem odur ki, kanalizasiya su problemidir. Yəni qurun suları axır evimizin altına. Yəni kanalizasiya yox, su yox. Əziyyət çəkirik də, yəni. Yollarınız bu səbəbdən keçilməz vəziyyətdədir. Əlbəttə, yollar bərbad gündədir, özünüz gördüyünüz kimi. Hamının evin içi də var, bu gündədir. Rüzgarı var burada. İri şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti Abşeron Su Bağlar İdarəsi publik hüquq şəxsən Dinas TV-yə bildirildi ki, qeyd olunan ərazidə mərkəzləşdirilmiş tullantı su şəbəkəsi mövcud deyil. Təchizat sistemi olmayan ərazilərdə isə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sifarişi ilə təchizatın qurulması üçün müvafiq layihə sənədləri hazırlanıb. Layihələrin icrası təchizat sisteminin mövcudluğu, texniki vəziyyəti və digər amillər nəzərə alınmaqla həyata keçirilir. Şəbəkələrin inşası Agentliyin tədbirlər planına uyğun olaraq mərhələli şəkildə aparılır. Ad çəkilən qurumun açıqlamasından belə çıxır ki, sakinlər hələ bir müddət gözləməli olacaq. Bu cür məsələlər yalnız qəsəbə sakinlərinin deyil, həm də geniş bir ictimaiyyətin diqqətini çəkməlidir. Əgər bu problemlər vaxtında həll olunmazsa, daha böyük infrastruktur problemlərə yol aça bilər və sakinlərin həyat şəraiti daha da pisləşə bilər. Nizami Rəsulov, Fərhad Ələkbərli, xüsusi olaraq Dinas TV üçün.